Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün faydalı bir videola gəlmişəm qarşınıza. Həm faydalı, həm dadlı it burnu şirəsi hazırlayacağam bugün. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? İt burunlarını gördüyünüz kimi təmizləyirəm. Bunların baş hissələri qara olur. Bunları mütləq təmizləmək lazımdır. Düzdür, belə də bişirmək olar, amma ki bunu belə bişirsəm, şirəmizin rəngi heç xoşa gəlməz olacaq. Ona görə də bunları əziyyət də olsa, bunları bir-bir təmizləyirəm. Düzdür, vaxt aparan işdir, əziyyətli işdir, amma çox faydalı olduğu üçün bunu sevərək hazırlayıram. Əziyyətsiz iş yoxdur. Gördüyünüz kimi hamısını bir-bir təmizlədim. Və bunları təmiz-təmiz yuyuram. Yuyandan sonra qazana əlavə edib, üzərinə 4 litr su əlavə edəcəm. Dəyərli izləyicilərimiz, bir neçə il bundan qabaq mən bu şirəni hazırlamışdım. Orada gözəyarı hazırladığım üçün çəkisini də tam dəqiq deməmişdim. Amma bu dəfə tam sizləri nəzərə alıb, tam dəqiqliyi ilə nəyi nə qədər etmişəmsə, hamısını bircə-bircə deyəcəm. Demək, 1,5 kilo it burnudur təmizlənəndən sonra. Üzərinə 4 litr su əlavə edib, bax bunu belə bu formada bişirirəm. Baxıram, əgər bişibsə bunun altını söndürürəm. Gördüyünüz kimi bişib, həmən bunun altını söndürüb blenderdən keçirdirəm. Mən bunu isti-isti edəcəm. Siz bunu soyudub da edə bilərsiniz. İt burnunun nə qədər faydalı olduğunu yəqin ki, hər kəs bilir, çox faydalıdır. Mən nəinki şirəsini, bunu qurudub da istifadə edirəm çaylarda. Çox faydalıdır. Faydasını gördüyüm üçün sizlərə də məsləhət görürəm. İt burnunun faydalarını saysam, videom bitər belə. Ən əsası onu deyə bilərəm ki, soyuq dəymənin dərmanıdır. Gördüyünüz kimi blenderdən keçirtdim və bunu süzgəcdən də keçirdirəm. Görürsünüz, toxumları qalıb. Bunları da atacağım. Bunu hər kəs etsə daha yaxşı olar. Məsləhət görürəm, hər kəs etsin. Çünki çox faydalıdır. Hamısını süzgəcdən keçirtdim, gördüyünüz kimi. Rəngi möhtəşəm, dadı möhtəşəm. Bunu bir də narın süzgəcdən keçirdəcəm. Çünki bunun it burnunu bilənlər bilir. İçərisində tükə bənzər toxumları olur bunun. İçərisində heç nə qalmasın deyə bunu bir dəfə də bu formada süzgəcdən keçirdirəm, narın süzgəcdən. Dediyim kimi, vaxt aparanda əziyyətlidir, amma buna dəyər. Gördüyünüz kimi bir dəfə də narın süzgəcdən keçirtdim və üzərinə 2 litr də su əlavə edəcəm. Dediyim kimi reseptini tam dəqiqliyi ilə hamısını bircə-bircə sizə deyəcəm. 4 litr bişirəndə əlavə etmişdim. 2 litr də indi əlavə edirəm. Reseptin tamını açıqlama bölümündə yazacağım. Üzərinə 3 stəkan şəkər tozu əlavə edirəm.
Ümumilikdə 6 litr oldu. 6 litrə 3 stəkan şəkər tozu əlavə etdim və biraz da limon sıxıram. Yəni limon vacib deyil, sadəcə rəngi daha gözəl olsun deyə biraz sıxdım. Və sonda yarım stəkan da şəkər tozu əlavə edəcəm, dadına baxacağam. Əgərsə dadı sizə uyğundursa, əlavə etməyə də bilərsiniz. Mənə biraz turş gəldi deyə mən yarım stəkan da əlavə etdim. Gördüyünüz kimi qaynayır, üzərinin kəfini yığıram. Dediyim kimi yarım stəkan şəkər tozunu da əlavə etdim sonunda. Çünki dadına baxdım, biraz turş olduğunu görüb yarım stəkan da əlavə etdim. Artıq şirəmiz hazırdır. Bunu qaynar-qaynar butulkalara yığıram. Mənim bu reseptimdən 4 litr itburnu şirəsi çıxdı. Bir ədəd də bakalda artıq qaldı. Gördüyünüz kimi çox dadlı, möhtəşəm görüntüsü olan itburnu şirəmiz hazır oldu. Değerli izleyicilerimiz, paylaştığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Və bunların qapaqlarını bağlayıram. İsti-isti, qaynar-qaynar qapaqlarını bağlayıram. İnanın ki, çox dadlı, ləzzətli bir şirə alındı. Həm ləzzətli, həm faydalı. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.